Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlaxda şərti təlim keçirib. Şəhərin Uşaq Xəstəxanasında rayon səhiyyə idarəsi ilə birlikdə keçirilən təlimdə əvvəlcə səhiyyə işçilərinə standartlara uyğun olmayan və nasaz qızdırıcıların törətdiyi təhlükəli hallar barədə məlumat verilir. Yanğın hadisələri, dəm qazından zəhərlənmə, qaz partlayışlarının əsasən hansı cihazlardan və necə baş verməsi əyani olaraq tibb işçilərinə göstərilir. Yanğın zamanı tibbi heyətin ilkin davranışları və yanğına müdaxilə qaydaları praktiki olaraq nümayiş etdirilir. Xəstəxana binasındakı şərti yanğın zamanı isə insanların təxliyəsi təşkil olunub. Zərər çəkənlərə ilki tibbi yardım göstərilib. Tədbir mərhələli şəkildə bütün Aran rayonlarında davam etdirilir. Səhiyyə işçilərinin baş verəcək fövqəladə hallara qarşı, xüsusən də yanğın, qaz sızmasından partlayışlar və dəm qazına zəhərlənmə hallarına qarşı hazırlamaq və bu cür hadisələrin nədən baş verməsi onların nəzərinə çatdırmaq. Bir tərəfdə mehmanxana, digər tərəfdə isə xəstəxana. Başqa bir məkanda isə avtobazada baş verən yanğının qarşısı alınır. Yanğın söndürənlər alovla mübarizə aparır. Sakinlər təxliyə edilir, yaralılara isə ilkin yardım göstərilir. Görüntülər Zaqatala, Yevlax və Tərtərdəki yanğın təlimlərindəndir. Tərtərdə mülki müdafiə qoşunları avtobaza binasında yanğın təlimindən keçib. Burada yanğın söndürənlər və tibb işçilərinin də çevikliyi yoxlanılıb. Fövqəladə hallar zamanı mülki müdafiə orqan və qüvvələrinin təşkili mövzusunda keçirilir. Bununla bağlı rayon icra hakimiyyətinin başçısı fevral ayının 5-də sərəncam imzalamış. Zaqatalada isə Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Bölməsinin əməkdaşları mehmanxanada yanğın təlimində yoxlanıblar. Otel işçilərinə də yanğın zamanı görüləcək işlər öyrədilib. Otellərdə baş verə biləcək yanğınların əvvəlcədən qarşısının alınması və burada olan insanların yanğın təhlükəsizlik qaydalarına təlimatlandırılması. Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları isə Yevlax Uşaq Xəstəxanasında bacarıqlarını göstəriblər. Xəstəxananın işçi heyəti yanğın və digər fövqəladə hadisələrə qarşı maarifləndiriliblər. Həmin hadisələrin nədən baş verməsi səhiyyə işçilərinin nəzərinə çatdırmaqdır. Bu cür tədbirlər nəinki Yevlaxda, idarənin inzibati digər rayon və şəhərlərində keçiriləcəkdir.